Bundan əvvəl bir video paylaşmışdım ki, təyinatınızı necə təyin edə bilərsiniz və öz həyatım haqqında bir nümunə vermək istədim. Mən siz bildiyiniz üzrə indi psixoloji portret analizləri eləyirəm, ümumiyyətlə psixoloqam və bu iş də mənim təyinatımdır. Niyə görə? Mən indi ödənişlə etdiyim psixoloji portret analizlərini məktəb yaşlarından bəri ödənişsiz halda, daha az peşəkar halda təbii olaraq edirdim. Necə olurdu bu? Psixologiya ilə maraqlanmağı çox sevirdim, psixoloji kitablar falan oxuyurdum, insanları analiz etməyi çox sevirdim və mənim bir dəftərim var idi. O dəftərdə ətrafımda olan insanların adını yazırdım və onların hərəkətlərində diqqət etdiyim nüansları yazırdım. Bu məlumatı heç kəsə demirdim, heç kəslə bölüşmürdüm. Bunu sadəcə mən özüm bilirdim və insanların hər hərəkətinə, hər sözünə, baxışına əsasən qeydlər eləyirdim və sonra fərqinə varırdım ki, bəzi hərəkətlərində oxşar cəhətlər olan insanların xasiyyətlərində də oxşarlıq var, oxşar baxış açıları, oxşar temperamentləri filan var. Və o andan bəri mənim əslində psixologiyaya qarşı olan marağım başlamışdı. Və mən artıq bu hobbimi tələbəlik dövrlərində də davam elətdirirdim. Artıq daha peşəkar halda, təbii ki, indiki qədər peşəkar olmasam da, hətta bununla məşğul olmaqdan o qədər zövq alırdım ki, buna heç vaxt iş olaraq baxmırdım, sadəcə zövq faktoru olaraq baxırdım. Sonra psixoloji seanslar falan almağa başladıqdan sonra düşündüm ki, niyə də yox? Bu mənim zövq aldığım bir şeydir, insanlara maraqlı gələn bir şeydir. Siz də əgər öz psixoloji portretinizi sifariş etmək istəyirsinizsə, direct müraciət etməyi unutmayın.